Salam dostlar, Aynur xanımla yenə çox maraqlı bir mövzu haqqında danışmaq istəyirik. Həddən artıq özünü analiz etmə, Aynur xanım. Belə bir sual var. İnsan niyə problemləri başa düşür, amma yenə də dəyişə bilmir? Niyə dəyişə bilmirik? Günay xanım, terapiyalarda son zamanlarda ən çox müraciət edilən mövzulardan da biri budur. Düşünürlər ki, çünki hal-hazırda o qədər informasiya var ki, insan özünü analiz edə bilir. Yəni bilir ki, onda hansı problemlər var, bu problemlərin hətta kök səbəblərini də araşdıraraq öyrənir, ancaq həll edə bilmir. Çünki biz əgər bir problemə ancaq məntiqlə yanaşırıqsa, onu məntiq olaraq beyinlə analiz ediriksə, duyğulara arxa plana atırıqsa bu problemi həll etmək mümkün deyil. Çünki problemi həll etmək üçün duyğulara da toxunmaq önəmlidir. Nə üçün? Biz hər hansı bir travma yaşayanda, narahat bir prosesdən keçəndə o bizim duyğularımıza yansıyır. Və biz o duyğulardakı negativi, duyğusal boşalmanı etməliyik ki, əslində problemlərin, o travmanın qaynağını tapıb həll edək. Yoxsa sadəcə olaraq analizlə biz problemi dərin kökündən həll edə bilməyəcəyik. Və bunun üçün də bir texnika deyə bilərəm. Əslində, məsələn, insan düşünür ki, mütəmadi olaraq çox mükəmməl olmalıyam, özümü çox analiz edirəm. Mükəmməl zamanı gözləyir ki, hər hansısa bir hərəkətə keçsin, işini icra etsin. Bu zaman 5 dəqiqə texnikasından istifadə edə bilər. Məsələn, deyə bilər ki, tutaq ki, kompüterdə yazım var. Mən bunu mükəmməl yazmaq yerinə 5 dəqiqə içərisində yazıb dayandıracağam və ya hər hansı bir işə başlamaq istəyirəm, şəkil çəkmək istəyirəm, tutaq ki, bunu mükəmməl zamanı gözləməyə əvəzinə sadəcə 5 dəqiqə edib dayandıracağam. Yəni işə də başlayaraq əslində mükəmməlliyətçi duyğunuzu da azaltmış olursunuz.